Değerli tədbir iştirakçıları, hörmətli şəhid ailələri, uzun illər erməni düşmənlərinə sinə gələn qəhrəman adamlar. Bu günləri biz növbəti şəhidimizlə vida mərasiminə toplaşmışıq. Nəzərinizə çatdırıram ki, Göyüşov Qurban Ramazanoğlu 12 mart 1992-ci ildə erməni faşistlərinin Ağdərə rayonunun Baş-Güney Pəyə kəndinə düşməncəsinə hücumu nəticəsində qəhrəmanlıq göstərərək şəhid olmuşdur. Bildirmək istəyirəm ki, məhz o cür qəhrəman övladların layiqli davamçıları, qohum qardaşları, digər 1-ci Qarabağ müharibəsinin şəhidlərinin övladları və qohum əqrəbələri yüksək vətənpərvərlik ruhunda böyüyərək Ali Baş Komandanımız cənab İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşərək 44 günlük vətən müharibəsi zamanı Ermənistanın işğalçı qüvvələrini diz çöktürərək kapitulyasiya aktına qol çəkdirmişdilər. Məhz 44 günlük vətən müharibəsindən sonra və 2023-cü ildə bir günlük antiterror əməliyyatından sonra bütün Dağlıq Qarabağdan, o cümlədən Ağdərənin Baş-Güney Pəyə kərdindən ermənilərin tir töküntüləri tamamilə yığışdırılaraq Ermənistana qovalanmışdılar və sərhədlərimiz tam bərpa edilmiş, suverenliyimiz, müstəqilliyimiz bərpa edilmişdir. Məhz antiterror əməliyyatından sonra Ağdərə rayonuna qayıdan cəmaatımız və ordumuz, o cümlədən şəhidimizin yaxınları tərəfindən şəhidimiz rəhmətə getdiyi öz kəndlərində, Baş-Güney Pəyə kəndində axtarış işləri aparılmış və şəhid olduğu, qəhrəmancasına şəhid olduğu ağacın dibindəcə öz uniformasında qalıqları tapılmışdır. Adiyyəti qurumlar tərəfindən aparılmış yoxlamalar nəticəsində məlum olmuş və kimliyi müəyyənləşdirilərək ailəsinə təhvil verilmişdir. Bu günləri bütün Ağdamlılar digər şəhidlərimizdə olduğu kimi bu gündə izdihamla qəhrəman şəhidimizin vida mərasiminə toplaşmışdır. Nəzərinizə çatdırıram ki, rayon icra hakimiyyətinin başçısı cənab Vaqif Həsənovun dövlət əhəmiyyətli tədbirdə iştirak etməsi ilə əlaqədar olaraq bugün bu tədbirdə iştirak edə bilmir və onun adından, bütün rayon ictimaiyyəti adından şəhidimizin valideyni Ramazan kişiyə və onun ailə üzvlərinə və digər şəhid ailələrinə dərin hüzünlə başsağlığı veririk. Allah Teala şəhidlərimizə qəni-qəni rəhmət eləsin deyirik. Nəzərinizə çatdırırıq ki, cənab başçımızın bir sözü var, deyir, axar su yatar, düşmən yatmaz. Biz bilməliyik ki, bizim düşmənimiz həmişə uzaqda deyil, qonşuluğumuzdadır. Bu səbəbdən də biz müzəffər olmalıyıq. Gənclərimiz həmişə Ali Baş Komandanımızın daxili və xarici siyasətini dəstəkləməlidir və istənilən anda hər bir Ağdamlı, balacadan böyüyə qədər Ali Baş Komandanımızın ətrafında sıx birləşərək onun bir əmrinə ayaq üstə İsmirna dayanmalıdır. Bütün şəhid ailələrinin qarşısında baş əyirik. Allah Teala bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Şəhid ailələri bilsinlər ki, onların övladları şəhid olana qədər əgər bir ailənin övladı idisə, bir nəslin övladı idisə, onlar şəhid olduqdan sonra uca məqana uzalaraq bütün Azərbaycanın övladlarıdır. Allah Teala bir daha bütün şəhidlərimizə rəhmət eləsin, bir daha məkanları cənnət olsun. Allah Teala uca bayrağımızı həmişə dalğalandırsın. Ali Baş Komandanımız cənab İlham Əliyevi qorusun. Biz də onun ətrafında sıx birləşək. Var olasınız, yaşasın Azərbaycan. Bir daha şəhid ailələrinə, Ramazan kişi sizə və sizin xanımınıza dərin hüzünlə başsağlığı veririk.
Yox, dəmir atdadır, çuxoldadır. Şeyden getirmişsin üstüne koyulan. Kardeş. Tam kardeş üstüne koyulan getirmişsin. Hamısında her şey var. Hə, qoy. Şəhidimizin anası, qardaş gəlsinlər. Gəlsinlər. Amin. Esselamu aleyküm ya şühedâ-i vatan. Minel mu'minine vel mu'minat vel müslimine vel müslimat. Bihakkı Muhammedin ve aleyhil amcad. Ve bihak hurmetil suretil Fatiha me'as selavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal müstakîm. Sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahadallahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammed. Allah şehidimiz Kurban Ramazanoğlu'na ve bütün şehitlerimize rahmetini nazil eylesin. Yavaş, yavaş. Bəli, bəli, bəli. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İsmail ya hazel şehit kurban ibn Ramazan. Hel ente lel ahdillezi ferektena aleyhi min şehadaten la ilahe illallah vahdehu la şerike lah ve enne Muhammeden abduhu ve resuluh ve seyyidü nebine ve khatemel murseline ve ennel emirel mu'minine ve seyyidül vesiyyin ve imamen ifterede ennel Hasan ve Hüseyin ve Aliyen ve Muhammed emne Ali ve Cafer emne Muhammed ve Musa emne Cafer Valiyyemne Musa ve Muhammed emne Ali Valiyyemne Muhammed ve Hasan emne Ali vel gâimel hüccatil mehdi Allahümme salli ala Muhammed. Selavatül aleyhi Muhammedül müminin hacı cillâlel halk ecmein ve immet gâimedü de kabrar ya kurban ibn Ramazan velur daime ve Muhammedül cevadime velül hadi imami ve lesenül eskerî imami وَلُجَّةُ الْمُنْتَزَارِ إِمَامِ هؤلاء صلوات الله عليهم أجمعين إمد وسدد وقدد وشوى بهم تولى ونتبارك الدنيا والآخرة ثم أعلم يا قربان ابن رمضان هذا الشهيد إن الله تبارك وتعالى نعم الرب وأن محمدا صلى الله عليه وآله نعم الرسول Ben emirel mu'minin ibn Ebi Talib'in ve evladan nasun el-immede hadaşel ni'mel-imme ve enneme cebih Muhammedun sallallahu aleyhi ve aleyhi hak kurmadı suretil Fatiha selavat Allahümme salli ala Muhammed ve ali Muhammed ve salli ala Muhammed Allah şehidimize ve bütün şehitlerimize rahmet
daimi dalgalanması üçün öz canını fəda edir. Bu bayrağı, oğlum büküldüyü bayrağı bu günləri öpərək sizə təqdim edirəm. Allah Teala sizin övladınıza qəni-qəni rəhmət edin. Amin. Siz de 34 ildir ki oğlumuzun ziyaret edecek bir mezarını gözlüyordunuz. Bu günləri sizin için de artık bir təslimlikdir ki gelip ziyaret eləyə bir oğlumuzun mezarını burada görebileceksiniz. Allah Teala sizin oğlunuza qəni-qəni rəhmət eləsin. Ben arzu edirəm ki bu bayrağı o nesilde böyüyen bütün gençler gelecekte evinin divarının en yüksek hissesinde görerek bilsinler ki bu bayrak uğrunda onların əzizləri əziz canını şəhid eləyib öz canından keçibdir. Şehitler ölmez, vatan bölünmez. Şəhidlər ölməz, vətən bölünməz. Şehitler ölmez, vatan bölünmez. Şəhidlər ölməz, vətən bölünməz. Oğul. Oğul. Başını dik tut şehit anası. Başını dik tut şehit atası. Başını dik tut, şəhid atası. Oğul. 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 Sakit ol kadın. Oğul. Ses dostlar, ses sesini. Oğul. 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 Ay 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 oğul. Şəhidimiz Qurban Ramazanoğlu'nun özünün və cəmi şəhidlərimizin ruhu şad, İcai Muhammed və Ali və bilməsi sürət edir. Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyake na'budu ve iyyake nestaîn. İhdinas sıratal mustakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lahu kufuven ahad. Allah cəm şəhidlərimizin məqamı ucadır. Allah daha uca eləsin. Bugün müqəddəs Ramazan ayının ilk cüməsində şəhidimiz Qurban öz torpağını tapşırıldı. Allah rəhmət eləsin. Allah Teala her birinizden razı olsun. Allah Teala müqəddəs Ramazan ayı xatirinə, Ramazan ayında nazil olan Quran-ı Şərif xatirinə, Quran-ı Şərif nazil olan Həzrət Peyğəmbər xatirinə Allah Azərbaycanımızı qorusun. Amin. Allah Cənab Prezidentimizi qorusun. Allah ordumuzu qorusun. Bugün ordumuz Qarabağda değil, Zəngəzurun dağlarındadır. Allah onları qorusun. Allah onları var eləsin. Allah Teala həmişə Azərbaycanımızı güclü qüdrətli eləsin. Belə mehriban eləsin. Və bu şəhidlərimizin xatirəsini həmişə biz anırıq, anacağıq da nə qədər Azərbaycan var, əbəlikə var və şəhidlərimizin ruhu həmişə anılacaqdır. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Və bütün... Yox. Ay oğul. Və burada Bu günləri artıq Ramazan ailəsini də gözünüz yoldan çəkildi. Artıq övladı torpağa tapşırıldı. Bu yolda vətənin işğaldan edilməsi, canlarını qurban edən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Və bu gün Azərbaycanımızın gücü qüdrətidir bu. Ay oğul. Suveren müstəqil Azərbaycanımız var, güclü Azərbaycanımız var, dünyanın hörmət etdiyi. Dövlət rəhbərimiz var, Azərbaycanımız var. Və bu günlərdə Allah o şəhidlərə rəhmət eləsin. Şəhidimiz olaraq bəyan hamımız Ramazan işə başlanıb verərik. Allah məclisimizdə burada şəhidlər evində şəhid davam edəcək. Xahiş edirik hamımız bir nəfər kimi gedək şəhidlər evində. Allah ağamızın canı sağ olasın, ömrünüz olsun. Şəhidlərimizə gərək rəhmət versin, cənnətə dair etsin. Allah Teala qazilərimizi, döyüşçülərimizə
Ali Başkomandan'a xoş günlər, güzələn nəsib etsin. Allah xalqımızı qorusun. Buradan hər birinizi məclisin davamı olaraq sənə başı tərəfindən inşallah şəhidlər evi mərasimlərində dəvət edirik. Allah Teala hər birinizdən razı olsun. Allah bir daha xalqımızı Xocalı faciə ilə Bərdə, Gəncə terror kimi terrorla və bu şəhidlərimizin yaxınları, özlərin göz yaşları kimi göz yaşlarını imtihana çəkməsin. Allah xalqımızı, millətimizi Ramazan ayına xatir xoş günlərdə yaşasın. Amin, amin ya Rəbbəl aləmin. Ay oğul. Ay oğul. Sizin fəaliyyətlərinizdən, cəmiyyət adına sizlərə minnətdarlıq bildiririk. Ağdam rayon icra hakimiyyətinə, işlərinə, rayon ictimaiyyətinə, idarə müəssisə rəhbərlərinə, Hüquq Mühafizə Orqanı rəhbərlərinə hamısına minnətdarlıq bildiririk. Hər birçilərimizə minnətdarlıq bildiririk. Bütün ictimaiyyətə minnətdarlıq bildiririk ki, şəhidlik şəhidə layiq hörmətlə, izzətlə gətirib şəhidlər kəbəndə torpaqlarına. Hamımıza minnətdarıq. Allah razı olsun. Allah səbrinizi versin. Allah səbir. Allah rəhmət eləsin. Məkanı cənnət olsun.